bəldi əsərin dilidir. Bəldi əsərin dili deyəndə ağlımıza nə gəlir? Bəldi təsvir vasitələri, bir ifadə vasitələri. Birinci başlayıram bəldi təsvir vasitələrindən. Bax uşaqlar, təsvir ifadələrini xüsusi olaraq nədə saxlamaq lazımdır. Çünki şagirdlərin çoxusu bunları qarışdırır. Buradan təsviri yazacağam, buradan da ifadə vasitələrini yazacağam. Bəldi təsvir vasitələrinə el arasında məcazlar deyilir. Yəni bunun ikinci adı var. Nə deyilir uşaqlar? Məcazlar. Mən sual verəndə bir cavab verəsiniz. Təsvir vasitəsinə nə deyilir uşaqlar? Məcazlar. Bu niyə məcazlar deyilir? Çünki bunlar mütləq hansı mənada olmalıdır? Məcazi mənada olmalıdır. Və təsvir vasitələrimiz hansılardır? Gəlin bir ardıcıl yazılar izahını edək. Birinci yazıram epitet. İkinci yazıram təşbih. Təşbih. Sonra üçüncü yazıram metafor. Metafor. Dördüncü yazırıq simvol. Simvol. Beşinci yazırıq metonimiya. Metonimiya. Altıncı yazıram sinekdoha. Sinekdoha. Uşaqlar, burada ardıcıllıq. Demək, təsvir vasitələrimiz iki dənə oldu uşaqlar, 6 dənə. Epitet. Epitet uşaqlar el arasında deyilir, bəldi təyin. Nə deyilir uşaqlar buna? Bəldi təyin. Yunan sözü olub, mənası əlavə deməkdir. Nə sözüdür uşaqlar? Yunan. Bunlarla bağlı test sualın birincisi nə oldu? Bunun ikinci adı nə oldu? Bəldi təyin. Və buna nə deyilir uşaqlar? Mənası Yunan dilinə söz keçidli, mənası əlavə deməkdir. Biz təyin keçmişik də cümlənin ikinci dərəcəli özüdür. Cümlədə təyin tapıram, sadəcə olaraq tapdığım təyin mütləq hansı mənada olmalıdır? Məcazi mənada olmalıdır. Ona görə bunun adı boşuna qoyulmuşdur. Ona görə buna nə deyilir? Bəldi təyin. Məsələn, deyirəm ki, ay üzlü. İnsanın üzü ay ola bilməz də, ay üzlü. Necə üzlü? Görürsünüz, məcazi mənadadır. Və bu nə olur? Bəldi təyin. Və yaxud da deyirəm ki, zümrüd meşə. Görürsünüz, qızıl payız. Bunlar nə gedir? Epitet gedir. Bir də uşaqlar, bəzən elə məşhur epitetlər var ki, onlar bir çox sənətkarın yaradıcılığında istifadə olunur. Onlara qəlibləşmiş epitetlər deyilir və məşhurlar. Məsələn, ay üzlü, kaman qaşlı, məsələn, bal dodaq deyirəm də elə. Bunlara məşhur olduğuna görə, yəni biz onun bir çox şairin yaradıcılığında arasında çıxdığına görə onlara deyilir müqəyyət epitetlər. Necə epitetlər deyilir uşaqlar? Müqəyyət. Yəni bu çox məşhur olan epitetlərdir də. Epitet haqqında bu qədər. Bəldi təyindir, məcazi mütləq şəkillər. Məsələn, incə beli sən epitet götürə bilməzsən, çünki bel incə ola bilər. Məsələn, qara saçlını epitet götürə bilməzsən, çünki saç qara ola bilər. Ağ bulut epitet götürə bilməzsən, bulut ağ rəngdə ola bilər. Yəni, uşaq gedir elə harada təyin görür, onu epitet götürür. Elə deyil. Cümlədə təyin olmaqla yanaşı, o təyin mütləq şəkildə hansı mənada olmalıdır? Məcazi mənada olmalıdır ki, onu mən nə götürüm uşaqlar? Epitet götürüm. İkinci təşbih. Təşbih sözünün mənası uşaqlar bənzətmə deməkdir. Bənzətmə. Və təşbih bölünür iki yerə uşaqlar. Bir, mükəmməl təşbih var, bir də müfəssəl təşbih var. Neçə yerə bölünür uşaqlar təşbihi? İki. Mükəmməl var, bir də nə var uşaqlar? Müfəssəl. Müfəssəl sözünün mənası uşaqlar ətraflı deməkdir. Onu da yazıram, hardasa qabağınıza çıxa bilər də bunun izahı. Ətraflı deməkdir. Uşaqlar, təşbihin 4 dənə ünsürü var. Gəlin yazaq, hansılardır? Birinci ünsürümüz bənzəyəndir, bənzəyən. İkinci ünsürümüz bənzədiləndir, bənzədilən. Üçüncü ünsürümüz bənzətmə əlamətidir, bənzətmə əlaməti. Dördüncü ünsürümüz bənzətmə qoşmasıdır, əlaməti. Dördüncü də qoşmasıdır. Məsələn, bir cümlə yazım, orada izahını verim. Deyirəm ki, o şil kimi güclüdür. Elə, şil kimi necədir uşaqlar? Güclüdür. Mən burada nə yaratmışam uşaqlar? Təşbih yaratmışam da. Biz qoşmaları keçəndə bənzətmə qoşmaları var idi. Kimi qədər təkcə, elə. İndi bu hansıdır? Mükəmməldir yoxsa müfəssəldirmi? Bu cümlə uşaqlar müfəssəl təşbihə aiddir. Niyə? Ətraflı. Əgər 4 ünsürün 4-dən də istifadə edirəmsə, bu hansı olur uşaqlar? Müfəssəl. Bir də şagird deyilməli, mükəmməl olması demək deyil mi 4-də olsun da? Yox, elə deyil. Mükəmməllik odur ki, məsələn, misal mənə 4 ünsür verir ki, müəllim mənə təşbih yaradın. Deyirəm, misal, mənə o 4-ü lazım deyil. Ondan 2 zəzini mən götürür, məsələn, təşbih yaradıram. Verilən 4 ünsürdən ikisindən istifadə edib təşbih yaradırsa, bu nə hesab olunur? Mükəmməl. O da hansılardır? Birincindən ikinci, bənzəyəndən bənzədilən. O hansıdır? O bənzəyəndir, şir bənzədiləndir. Kimi qoşmadır, güclü onun nə idi? Əlaməti. Deyirəm, o şirdir. O şirdir, deyirəm ki, bu avtomatik necə təşbih olur uşaqlar? Mükəmməl təşbih olur. Və onu da necə tapırıq? Özümüz yenidən kimi qoşmasını əlavə edə bilərəm. O şir kimidir, aydındır. O tülküdür, o tülkü kimidir. Elə, məsələn, alma yanaq deyirəmsə, bu epitetdir. Necə yanaq? Amma yanaqları almadır deyirəmsə, yerini dəyişirəmsə, avtomatik epitet nəyə çevrilmiş olur? Təşbihə. Başa Özü bənzətmə əlamətidir. Bənzətmə əlaməti, əlamət onun nəyi? Güclü olmasıdır. Məsələn, tülkü kimi hiləgərdir. Hiləgəri onun nəyidir? Əlamətidir.
Dovşan kimi qorxaqdır. Əlamət burada hansıdır? Qorxaqlığıdır. Yəni verilən əlamət nədir? Bənzətdirəm nəyinə görə onu göstərir. Demək uşaqlar, mükəmməl təşbihdə bir bənzəyənlə bənzətən olur, amma müfəssəl təşbihdə 4 ünsürün 4 dənə iştirak edir. Epitetin yerini dəyişəndə nə alındı uşaqlar? Təşbih alındı. Burada ayrıca testdə düşə bilər. Yadınıza saxlayın. O şirkin gücüdür, yazıcısı o müfəssəl. Bu müfəssələ aiddir, çünki 4 istifadə olunur. Amma desəydim ki, o şirdir, o da nəyə aid olacaqdır? Mükəmməl aid olacaq. Aydın oldu? Metafor. Metaforun mənası uşaqlar köçürmə deməkdir. Nə deməkdir? Köçürmə. İnsana və yaxud da tək insana deyil uşaqlar. Nəyinsə xüsusiyyətinin nəyinsə köçürülməsi. Qısaca belə deyək də. Amma təbii ki 90% insanlar aid olan xüsusiyyətlərin əşyalar və heyvanlar üzərində köçürülməsinin adlanır metafor. Bir növ bənzəyir allegoriya. Məsələn, o heyvanlar falan dilə gəlir. Məsələn, deyilən yarpaqlar fısıldaşır. Fısıldaşmaq kim aid xüsusiyyətdir? İnsana. İnsana. Demək onda bu nədir? Metafordur, yarpağa köçürür. Deyir ki, məsələn, göy kişnər, bulud ağlar. Kişnəmək ata aid xüsusiyyətdir, bulud ağlar. Ağlamaq da insana aid olan xüsusiyyətdir, buludun üzərində köçürülübdür. Bu nə hesab olunur uşaqlar? Metafor. Metaforun bir adı istiarədir. Nə deyilir uşaqlar buna? İstiarə. İndi, bir cür metaforlar var, hansılardır? Qızımdır, oğlumdur, gülümdür, əzizimdir. Bunlar da yerə metafor gedir. Yəni, mən qızıma öz adına yox, qızım deyil müraciət edirəm. Əzizim deyirəm, gözəlim deyirəm, səyim deyirəm. Bunlar hamısı yerinə gedirlər, metafor gedirlər. Yəni, bir növ adını bu sözlərlə nə edirəm? Köçürürəm də. Onlar da yerinə hesab olunur, metafor hesab olunur. Sonra gəldim simvol. Simvol ərəb sözü olur, mənası rəmz deməkdir. Uşaqlar bizə düşmür ki, şeirdə simvolu seçir. Bu tipli test düşmür. Bunun ancaq testi bizə izahı düşə bilər. Yəni, simvol nəyə aiddir? Təsvir vasitəsinə. Bir də mənası düşər. Simvol nə deməkdir? Rəmz. Və bir də biz qabaqda əsərlər keçəcəyik uşaqlar. Məsələn, Dəli Kür romanı keçmişik də biz elə. Orada Dəli Kür romanı əsər adı kimi simvoldur, əsər adı kimi. Amma desək ki, Dəli Kür söz birləşməsində birinci söz nədir? Necə kür? Dəli Kür, onda onu nə götürərdim? Epitet götürərdim. Amma əsər adı kimi soruşsa, mən onu nə götürməliyim uşaqlar? Simvol götürməliyim. Yaxşı, bax, diqqətli olaq. Məsələn, anamın kitabı əsər adı kimi təbii ki, nədir uşaqlar? Simvoldur. Bax, diqqətli olaq belə şeylərdə də. Metonimiya. Metonimiya Yunan sözü olub uşaqlar. Mənası ad dəyişmə deməkdir. Ad dəyişmə. Bir də, bunu tapmaqda bir dənə gücü mən sizə nə verədim? Burada elə bir cümləyə qatçılar artırırıq. Məsələn, deyirəm, salon susur, salondakılar susur. Bax, belə. Deyirəm, Təbriz dilə gəlir, Təbrizəklər dilə gəlir. Sonra deyirəm ki, ölkə ayağa qalxdı, ölkədəkilər ayağa qalxdı. Bir növ əşyaya elə bir insan formatı qatırıq da. Salon deyəndə salon yoxdur, insanlar, salondakı insanlar susur da. Bu nə hesab olunur uşaqlar? Metonimiya hesab olunur. Məsələn, deyirəm ki, İngiltərə oyanıbdır, İngiltərədəkilər oyanıbdır. Avtomatik hamur nə götürməli? Metonimiya. Bir də hansı metonimiyalar var, necə metonimiyalar var? Bax, misal, pambığa nə deyirik? Ağ qızıl deyirik, ağını dəyişirik. Neftə nə deyirik? Qara qızıl deyirik. Məsələn, günəşə deyirəm ki, səhər qızı. Məsələn, ulduza deyirəm gecələr qızı. Aydındır. Məsələn, tanka deyirlər ki, dəmir atlı. Dəmir atlılarımız deyə gəlirdi. Bu tankın adıdır. Adını neyini dəyişir. Və yaxud da belə bir ifadə var. Deyir ki, Nizamini əzbər bilirəm. Yəni, Nizamini yox, nəyi? Nizaminin əsərlərini. Deyir, Füzulini öyrənmişəm. Füzulini necə öyrənə bilərəm? Yəni, Füzulinin ya yaradıcılığı ola bilər, ya həyatı ola bilər, ya əsərlər ola bilər. Təbii ki, bunların hamısı nəyə gedir uşaqlar? Metonimiya gedir. Diqqətli olun, yaxşı. Sonra sinergiyalar. Metonimiyanın bir qoludur. Sadəcə olaraq fərq nədir? Uşaqlar, bütün sinergiyalar metonimiyadır, amma bütün metonimiyalar sinergiya deyil. O nəyə bənzəyir? Demişdik ki, bütün modal sözlər ara söz, amma bütün ara sözlər modal söz deyil. İndi bütün sinergiyalar nə hesab olundu? Metonimiya. Amma bütün metonimiyalar sinergiya deyil. Sinergiya deyəndə ağlınıza ləqəb gəlsin uşaqlar. Məsələn, qırmızı papaq. Deyir, həmişə qırmızı papaq taxtına görə bu nə deyilir? Qırmızı papaq. Məsələn, deyə bilərəm, yoğun qoşaq. Qoşağı deyir, yoğun olduğuna görə buna yoğun qoşaq. Yarım saqqal. Saqqalını deyir, həmişə yarım saqqalına görə buna yarım saqqal. Aydındır. Yəni, bu nə hesab olunur? Sinergiya. Çox rahatdır. Yəni, yəqin ki, elə ləqəb sözünü ancaq yadda saxlaya bilərsiniz ki, müəyyən əlamətinə görə seçilir və ona ləqəb qoyulur. Buna deyilir nə? Sinergiya. Bu oldu nə vasitələri uşaqlar? Təsvir vasitələri. İndi keçirəm mən nəyə? İfadə vasitələri. Uşaqlar, ifadə vasitələrində sintaktik figurlar gedir. Niyə sintaktik figurlar? Biz Azərbaycan dilində sintaksiz keçmişik də söz birləşməsini öyrənir, cümləni öyrənir. İndi bunun adı boşuna qoyulmuyor bura. Qoy bir dənə yazın, izahını verəcəm uşaqlar. Sintaktik figurlar. Bunlar ya söz birləşməsi formasında olur uşaqlar, ya da cümlə formasında olurlar. Ona görə bunları nə deyilir? Sintaktik figurlar. Və mən burada demişdim ki,
Təsir vasitələri mütləq hansı mənada olmalıdır? Məcazi. Amma burada elə bir şey yoxdur. Məcazi ola da bilər, olmaya da bilər. Bir dənə məsələ bizə fikir verməliyik ki, onlar ya söz birləşməsi formasında olur, ya da cümlə formasında olur. İfadə vasitələri hansılardır? Bədii sual. Bunu biz Azərbaycan dilində qeyd eləmişdik. Bədii sual. Bunun ikinci adı uşaqlar, buna deyilir ritorik sual. Yəni, nə deyilir uşaqlar? Ritorik sual. İkinci təzad. Bunu da keçmişdik. Antonimlər. Demişdim, antonimlər nə yaradırdı? Təzaddır. Bunun ikinci adı antitezadır. Antiteza. Kitabda hansı yoxdursa əlavə edin. Üçüncü uşaqlar təkrir. Bunu da rədifi keçində demişdik. Hətta iki kere bölmüşdük təkrir. Demişdik, Anafora, anafora var. Anafora. Bir də nə var idi uşaqlar? Epifora. Epifora var idi. Epifora. Sonra dördüncü kinayə gəlir uşaqlar. Kinayə. Bunun da ikinci adı ironiyadır uşaqlar. Kinayə nə oldu? İroniya. Beşinci uşaqlar litoda yazın. Litoda kiçiltmə deməkdir. Litoda. Nədir uşaqlar? Kiçiltmə. Bunu tam əksi mübaliğədir. Şirtmə. Mübaliğə də təbii ki, onda nə olacaq uşaqlar? Mübaliğə, şirtmə deməkdir. Şirtmə. Şirtmə. Bunun da uşaqlar digər adı termin kimi hiperboladır. Hiperbola. Sonra inversiya var. Bunu da Azərbaycan Yer dəyişmə. İnversiya. Cümlə üzərinin nə idi? Yerini qəsdən dəyişməsi. Elə buna adlanırdı. Mənası nə oldu uşaqlar? Yer dəyişmə. Görün hamısını yazdıq mı? 7 dənə. Bir gəlin izahlarla verək. Bədii sual. Mən bunu qıfır bəndi keçində Sual təyin olunmayan. Demişdim ki, qıfır bəndəki sual bədii sual hesab olunmur. Niyə? Çünki orada bizə sual verir və sualın nəyi tələb edir? Cavabını. Bədii sual o demək ki, orada nə tələb olunmasın cavab. Düzdür, 99% deyirəm ki, şeirlərdə olan suallar əksərən nə hesab olunur? Bədii sual. Amma desək ki, bütün şeirlərdə olan sual bədii sualı səhvdir. Bir də, məsələn, tez-tez şeirləri görəcəksiniz. Bəzən olur, birinci misada sualı verir, amin. İkinci misada onun nəyi olur? Cavabı olur. Ona görə onu mən bədii sualı götürə bilmərəm. Yəni, diqqətli olmaq lazımdır. Bunun da digər adı nə olur uşaqlar? Ritorik sual. Sonra təzad. Təzad antonimdir. Bildiğiniz cümlədən axtarmalıyım, antonim axtarmalıyım. Əks mənalı sözlər. Onun da digər adı nə olur uşaqlar? Antiteza. Bir də təzad təksi sözlər arasında olur. Təzad cümlələr arasında, fikirlər arasında ola bilər. Məsələn, buradan deyilən misal yaxşı oğlandır. Hansısa bir yaxşı xüsusiyyətini danışıram. Sonra onun arxasınca mənfi bir fikirləri sürürəm. Təbii ki, bu fikirlər arasında nə yaranır uşaqlar? Təzaddır. Adətən mətnlərdə olur, ziddiyyət təşkil edən cümlələr. Bax, o həmin şeydir. Bu təzadla, fikir arası təzadla elə eyni şeydir. Sonra təkrir. Təkrir təkrarlanan söz deməkdir. Demişdim, təkrir cümlənin əvvəlində də ola bilər, ortasında da ola bilər, sonunda da ola bilər. Əvvəldə gələn təkrir olur uşaqlar anafora. Sonunda gələn epifora, ortada gəlirsə elə cəmləməni adlandırmalıyıq, təkrir. Rədifdən fərqini Qafiyə. Rədifdən mütləq nə olmalıydı? Qafiyə olmalı, amma təkrir yox, elə bir qayda yoxdur. Kinayə. Kinayə bir fikri müsbət şəkildə deyirəm, amma arxasında mənfi bir fikir bildirəm. Məsələn, savadsızın birine deyirsən ki, sən necə də savadlısan, sən laf alimsənmiş. Tənbəlin birine deyir ki, bunun əli ayağı görsən bilir işləməkdən. Yəni bir növ lağ mənasında. Uşaqlar, kinayə sözü bir sözlə əvəz edə bilər. Ya, məsələn, Azərbaycan dilinin toplusuna da vardır. İstehza da deyə bilərsən, kinayə də deyə bilərsən, ironiya da deyə bilərsən, rişxənd də deyə bilərsən. Bunlar hamısı kinayənin elə sinonimləridir. Və bir də kinayənin öldürücü forması var, ən ağır forması da. Ona da deyilir uşaqlar təriz. Kinayənin öldürücü forması nə oldu? Təriz. Buna digər adı uşaqlar sarkazm. Sarkazm. Birazdan soruşacağım sizdən, diqqətli olun. Litoda kiçiltmədir. Hadisələrin həddən artıq kiçildilməsi. Məsələn, deyirəm ki, Eldar deyir bizimkiləri sərçəkimi qırırdı. Neyin kiçildirdi elə? Sonra, mübaliğə isə tam əksinə hadisələrin həddən artıq nəyi? Şişirdilməsi. Biri ağ çəkdi ki, dağlar lərziyə gəldi. Ağ çəkməklə dağlar lərziyə gəlməzlər. Məsələn, mənim canım sandırdı var idi. Orada şeirdə deyirdi ki, nə deyirdi ki, gözlərindən qanlı yaş axması. Gözdən qanlı yaş axmaz, axı bunlar neyir? Şişirdir, mübaliğə. Köroğluda məsələn doludur mübaliğələr. Köroğlu bir oturma, bir qazan aşı, bir cöngə, nə bilim nəyi. Sonra güya hansı idi ki, o bığını 20 dəfə boynun arxasında düyünlüyürdü? Əmisi var. Qara günə. Sonra gəldik nəyə? Mübaliğənin digər adı nə oldu uşaqlar? Hiperbola. Sual isə ki, hansı ifadə vasitələri antonim bir-birinin əksidir? Onda litotanın nədir? Mübaliğədir. İnversiyada çox vaxt şeirlərdə olur uşaqlar. Özləri qəsdən ifadəli yaratmaq üçün cümlədəki sözlərin yerini dəyişir. Və buna deyilirlər uşaqlar inversiya, yəni yer dəyişmə. İndi Cansu, sən de görün, bədii sualın digər adı nə oldu?
Retorik. Metaforun digər adı nə oldu? Hiperbola. Metafor deyirəm uşaqlar. Kösürmə. Yəni istiarə. Mənasını demirəm, digər adını istəyirəm. Mübaliğənin digər adı Hiperbola. Hiperbola. Bəs yaxşı. Təkiri neçə yerə böldük uşaqlar? Anafora, epifora. Anafora, epifora. Bəs yaxşı. Kinayənin digər adı nə oldu? İroniya. İroniya. Öldürücü forması? Sarkazm. Sarkazm. Və təzadın ikinci adı nə oldu? Antiteza. Antiteza. Risotto nə oldu uşaqlar? Seçmə. Mübaliğə nə oldu? Şişmə. İnversiya nə oldu? Geri dəyişmə. Metanime nə oldu? Metanime. Dəyişmə. Simbol nə idi? Ləqəb. Simbol. Ay, rəmz. Və sinevdoxa nə idi? Ləqəb. Aynı. Təşbih nə idi? Bənzətmə. Necə yerə böldük təşbihi? Hansı idi? Mükəmməl, müfəssəl. Müfəssəl. 4 ünsur varsa Müfəssəl. 2 ünsur Mükəmməl. varsa mükəmməl. Bədi təyin hansı idi? Eftes. Yunan sözü alıb əlavə deməkdir? Eftes. Mütləq məcazi mənada olmalıdır. Təsvir vasitələri. Təsvir. Elə. Və standartlı fiqurlar adlanır? İfadə. İfadə vasitələri. Sonra hamısını mənzi dedik. Bu günlük bu qədər bəs edir.